Televizordakı çay bulaqsaq görürdük. Adamın ürəyi partlayır, ağlayırdıq ki, vətən həsrəti. İndi biraz elə bil sakitləşmiş. Buralarından biraz təskini tapırıq özümüzə. Də insan övladı belədir. Bəli. Amma hər halda vətən vətəndir. Bayaq dediniz o çiçəklərin rəngi heç yanda tapa bilmirsən. Bəli. O vətənin içində heç yanda tapmaq mümkün deyil. Bu neçənci illərdən başlayıb. Neçənci illərdən. Biz indi 18-i bilirik. 18-dən 15-dən də başlayıb, ondan da qabaq. Ondan çox qabaq. Belə bir şeylər olur. 19-cu əsrin əvvəl 28-ci illərində köçürüləndən sonra bunu başladı. İndi biz bilən bunlardır. Bilmədiyimiz Ay sağ ol. Çünki mənim atam onda neçə yaşındaymış? 7-8 yaşında oradan çıxıb. Onda bir 12 vərəqli şeir yazırdı atam. Onu yazmışdı, necə öldürüblər, necə doğrayıblar insanları, nə zülmlə. Onlar sonra verdi, bir qohumumuz var ona ki, çap eləyəcək. O da sonra itbat oldu, getdi. Atam ama danışırdı o şeyler ki, nələr eləyiblər, nələr. Zülmlər eləyiblər. Naxçıvana köçüb gedib qalıblar orada 700 qayıdıblar. O Orta Oğuz dediyim Ərəbsə yox, Hortuyuz kəndinə. Orada təzən ermənilər qoymayıblar, bir də qayıdıblar Ərəbsə kəndinə. Orada da yaşayıblar, qalıblar. Sonra da dost oldular. Gəlib gedirdilər, qonaq, çörək, yemək, nə bilim nə. Axırda gəldi, bax, yenə həmin şey. Vətən həsrət. Burayla biz təskini tapırıq. Yəni Gülvarla. O da axır ki, gəldik, buranı tapdıq. Burada erməni kəndi olub, sonra bizdən qabaqlar gələnlər olub, sonra biz almışıq, gəlmişik. Ondan sonra qəbirləri də pərəm-pərəm. Bəli, qəbrini də dağıtdılar, atamın yoxdur. Qəbrini də dağıtdılar. Nədən bilirsiniz qəbrin dağıtdılar? Çünki mənim yuxuma girmişdi. Ben bir ay kimi yuxuda yata bilmirdim. Çox yuxuda gəzdim, tapa bilmədim. Yerində böyük bir hasar var idi. Hasarın da içində bir əncir ağacı. Amma atamın qəbri yox idi. Sonradan dedilər ki, dağıdıblar. Sonra da çəkiliş zat oldu. Baxdıq ki, yoxdur, yerinə yıxsan eləyiblər. Yəni əvvəlcədən siz onu yuxuda görmüşsünüz? Yuxuda görmüşdüm onu. Amma sizdən ötürü o Ərəbsən nədir? Qürbətə donan vətəndirmi? Gün ağrı acıdırmı? Sabahki ümiddir? Vətəndir, yəni vətən həsrəti çəkirik. O yerlər, o yurtlar, o dağlara mən getmişəm. Atamla bir yerdən Nobata getmişik. Onları gəzmişəm deyə mənim gözüm qabağına getmir onlar. Çox həsrətini çəkirəm. Burayla təskini tapırıq. Burada yaşıllığı, dağları, çayı, bulağı, suyu. Ona görə burayla təskini tapırıq özümüzə. Ən çox o kəndin yadınızda qalan nədir? Əsas bulaqlarını bəzisinin yanında çimənlik olardı. O çimənlikdə yasəmən çiçəyi yerdən çıxardı balaca. Amma o qədər gözəl idi. Yoxdur, heç harda yoxdur. Bax, onun həsrətini çəkirəm. Ki, onu bir dənə görsən. O həsrətləri çəkirik. Yəni vətənin çiçəyi də fərqlidir. Bəli. Suyu kimi, insanları kimi, dağı daşı kimi. Bəli. Yurtunun rəngi də fərqlidir. Bəli. Çünki danışanda gözümüzün qabağından getmir. Kino kimi gəlir, gedir. Yuxularımız da oradadır. Atamın arıları, arıya baxırdıq. İndi o həvəsləndə mən indi hardasa bir 5-10 dənə arı eləmişəm. O hobbi kimi onu saxlayıram.